Well, first of all, congratulations to Sabah family for a win. Congratulations to my players who worked extremely hard during the week, during last week. You know, sometimes the results we don't get what we want, but I think the belief, the process is there, and slowly, game by game, I think our principles more seen, and we're growing, and of course, supporters, management, staff, everybody waited for this win for what now, 2-3 weeks, and we got it against very good team, very well organized team. And when preparing for this game, you know that chances will be very few, and it's very extremely difficult to break Turan, because the way they organized, I think all of us, I think all coaches in the league, when we watch how Turan is organized in defense, you know, we can take something for ourselves. So for that reason, I believe this win even more precious, and clean sheet. I believe that we did not concede even one half chance against this team. Again, very good counter-attacking team, and by ourselves, as I said, you know that when you play a team like that, it's very difficult to create. You know that you're not gonna create 10 chances. It's gonna be 1 or 2 or 3, and we didn't take fantastic chance in the first half, but second half, after the pressing, we scored a beautiful goal, and I felt we were in control, we were deserving to lead. I think we had this energy, this conviction, this belief, this confidence to play, and even under pressure, and at the end of the day, I think even the second goal is well deserved, and happy with the 3 points. About the game, of course, still a lot of things to improve, starting from the construction phase, how we want to move the ball, like, and going into the especially positional attack when we're breaking, you know, like this deep block. Today I was quite satisfied about our attacking transitions, because we constantly attack the depth from the first minute, and I believe when you play teams like Turan, that's absolutely the key point. So all credit goes to the players, because they executed the plan and what we were planning very well. Good luck. Thanks, coach. Əvvəlcə mən Sabah ailəsini, Sabah rəhbərliyini, oyuncularımızı bugünkü qalibiyyət münasibətilə təşəkkür etmək istəyirəm. Düzdür, biz həftə ərzində demək olar ki, bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq, çox işlədik. Bu bir inancdır, bu bir bizim iş prosesimizə inandı ki, biz günbəgün bu artırırıq, daha da irəli gedirik. Düzdür, bu 3 həftə ərzində qalibiyyət əldə etməmişdik. Bu qalibiyyəti yenə də bizləri dəstəkləyənlərə hədiyyə etmək istəyirəm. Bu qalibiyyəti Turan kimi komandalarda əldə etmək bizim üçün daha da dəyərlidir. Çünki bu tip komandalara qarşı çox az şanslar əldə edirsiniz. Çünki bunlar çox öz qapılarına yaxın, sıx müdafiə olunurlar. Deyə bilərdim ki, Turan çox yaxşı təşkil olunmuş müdafiə cəhətdən bir komandadır və bu komandaya qarşı qapımızı toxunulmaz saxlamaq da çox önəmlidir və biz hər kəs bu Turanın, bütün məşqçilər, çempionatda işləyənlər bu Turanın müdafiəsindən nələrsə götürməlidir. Düzdür, rəqib deyə bilərəm ki, heç yarım qol fürsəti şansı da yarada bilmədi. Mən çox şadam ki, biz qapımızı toxunulmaz saxladıq. Bilirdik ki, bu rəqib əks hücumlarda çox təhlükəlidir və bu cür rəqibə qarşı 10 qol fürsəti yaratmırsan, sadəcə 1-2 qol fürsəti yarada bilirsən və bu qol fürsətindən də istifadə eləməlisən. Birinci hissədə, daha çox ikinci hissə biz rəqibə təzyiq etdik və ikinci hissədə təzyiqimizdən sonra mükəmməl bir qol vurduq və bu qoldan sonra da mən hiss edirdim ki, oyun bizim nəzarətimiz altındadır. Daha çox inanan tərəf biz idik, oyuna daha çox enerjili çıxış edən tərəf biz idik və yenə rəqibi də təzyiq altında saxlayırdıq və ondan sonra yenə ikinci qolumuzu vurduq və biz bu qola layiq idik və bu qoldan sonra da deyə bilərəm ki, layiq olduğumuz 3 xalı əldə etdik. Amma bütün bunlara baxmayaraq biz hələ də çox şeyləri inkişaf elətdirməliyik. Əsasən hücumların başlanğıcında, hücumların qurulmasında, mövqe hücumlarında bunları daha da artırmalıyıq, daha da düzəltməliyik.
Bu gün əsasən hücuma keçidlərini də daha da inkişaf elətdirməliyik və düşünürəm ki, bu gün hücuma keçidlər bu gün oyunda çox önəmli idilər.